Həm içmək üçün suyumuz yoxdur, həm təsərrüfatımızı becərməkdən ötürü suyumuz yoxdur. Yəni suyumuz olsa, kəndin bir böyük hissəsi, yəni təsərrüfatla məşğul olar, öz əkin sahələrini sulayarlar. İçmək üçün suyu gedib maşınla gətiririk. Hansı ki bizim bu boyda su arxımız ola. Dəfələrlə müraciət olunub, dəfələrlə media nümayəndələri gəlib, çəkiliş olunub, yenə də bir xeyir verməyib. Kətçi də getsin, şəhərdən alsın, gəlsin, şəhəri də bazardan alsın. Olmaz axı bu. Uzun illərdir Ucar rayonunun Alpoud kəndində həm içməli, həm də suvarma suyu problemi sakinlərin gündəlik həyatını çətinləşdirir. Kəndin yarıdan çox hissəsində yaşayan sakinlər içməli suya olan tələbatını ödəmək üçün hər dəfə 30-40 manat xərcləyir, suyu xüsusi maşınlarla almağa məcbur qalırlar. Bizim suyla problemlərimiz var. Özü lap pis var. Pis vəziyyətdə də yaşayırıq. Mənim 62 yaşım var. Bu yaşımda dövlətə iş görə bilmirəm. Özüm xəstəyəm, həm şəkərəm, həm asma. İş görəmirəm. Kətdə yaşayıram, mən əkini gedib bazardan alırım. Bazardan alırım, əkin əkə bilmirəm su dərdindən. Səbəb nədir? Səbəb qardaş, suyumuz gəlmir. Yuxarı başdan bizə su verilmir, gəlmir. İçməli üçün yoxsa əkin üçün? Həm içmək üçün suyumuz yoxdur, həm təsərrüfatımızı becərməkdən ötürü suyumuz yoxdur. Mən ayda 30 manat, 40 manat, elə olur 50 manata gətirirlər suyu. Maşınla? Maşınla su verirəm, suya pul verirəm. Elə olur heç bir maşına bir aya mənə çatmır. Həm suvarma, həm içməli su. Bəzən kənd həyətlərində artizanlardan istifadə edirlər, amma o texniki sudur, yəni o içməyə yararlı deyil. Təxminən neçə müddətdir bu beləsinə içməli sudan problemimiz olan? İçməli su problemi, yəni ən azından mənim 24 yaşım var, yəni mən gözümü açıb belə görmüşəm ki, içməli su problemi. Siz suyu hardan qəbul edirsiniz, hardan götürürsünüz? Suyu biz, yəni əsas ana arxdan götürürük suyu, yəni o da ki, gələndə, yəni gələndən gələnə su, yəni belə bəzən olur su satılır, kənddə gətirirlər. Maşınlarla? Bəli, öz əhali öz büdcələri ilə gətirir, öz həyətlərinə doldurur, o da ki, sərf eləmir. Qiyməti nə tərəfdə sizdə? Qiymətləri 30-40 civarında dəyişir, 5-6 ton su, yəni o da ki, yalnız içməyə sərf eləyir, yəni kənd təsərrüfatı təyinatda sərf eləmir. Yenə dediyim kimi, artisan sularından istifadə edirlər, artisan sulardakı texniki sulardır, yəni içməyə yararlı deyil olar. Uzun illərdir Ucar rayonunun Alpoud kəndində həm içməli, həm də suvarma suyu problemi sakinlərin gündəlik həyatını çətinləşdirir. Sakinlərin sözlərinə görə, kəndin aşağı hissəsinə aylarla su gəlib çıxmır. Xüsusilə yay aylarında havaların isti keçməsi səbəbindən vəziyyət daha da ağırlaşıb. İçməli su çatışmazlığı ilə yanaşı, həyətyanı və əkin sahələrinin suvarılmasında da ciddi problemlər yaşanır. Kənd sakinləri bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günədək problemin həlli istiqamətində heç bir ciddi addım atılmayıb. Onlar uzun illərdir davam edən su probleminin aradan qaldırılmasını və kəndin fasiləsiz içməli su ilə təmin olmasını istəyirlər. Yəni təsərrüfatı qoyaq bir qırıq, içməyə normal su tapılmır. Yəni maşınlara xahiş olunur, ancaq pulla 40 manat, 30 manat beləsinə gəlirsə, o da sərf eləmir heç sürə. Belə ayrıca su pulu da veririk, suya ödəniş eləyirik, amma yenə də içməyə də olsa su tapmırıq biz. Heç suyunuz yoxdur, yəni? Yəni olur, belə çətinliklə gərək biraz işdən zadan icazə alım 2 gün, 3 gün üstündə əlləşim ki, mən gətirim xozumu doldurum, çəni doldurum ki, sonra içməyə su olsun. Təsərrüfat o yana qoydum, yəni belə. Aidiyyəti qurumlara müraciət eləmişsiniz. Çox eləmişik, çox. Sizə cavab olaraq nə bildirirsiniz? Bizə deyirlər ki, qardaş, su yuxarıdan yoxdur. Su yuxarıdan yoxdur. Bu yuxarıdan niyə yoxdur, su bilmirəm. Yuxarı deyilən? Deyiləm, vallahi bilmirəm. Dağlar yuxarının hara deyirlərsə. Yuxarıdan deyirlər, su yoxdur. Bezib oturmuşuq da, heç kimə heç nə demirik. Xahiş edirik, versinlər də bizə su versinlər. Biz də insan kimi yaşayaq. Su təmin olunsa, yenə dediyim kimi, bizim kəndimizin torpaqları olduqca verimli torpaqlardır, məhsuldar torpaqlardır. Yəni kənd cəmaatı istifadə eləyər, torpaqlarından yararı. Çöl torpaqları da var hətta. Yəni Sovet dövründən bəri bu kəndin torpaqları daimən məhsuldar olub. Yəni sözüm budur. Yəni suyumuz olsa kənd cəmaatının yaşayışı da düzələr. Əslində koordinasiyalı şəkildə əlaqəli olsa işləri, yəni su meliorasiya idarəsi ilə yerli icra hakimiyyət orqanları koordinasiya şəkildə məncə əlaqəli olsa, məncə su problemi həll olunar. Ancaq suyun yerindən də, yəni suyun başlanğıc yerindən də məsələni aydınlaşdırmaq lazımdır. Yəni bizim arxımıza gələn su bir neçə kənddən, bir neçə rayondan keçir gəlir. Məsələnin də yəni məncə problemi oradan başlayır. Mövcud məsələ ilə bağlı Ucar rayon su meliorasiya sistemlərinin istismarı idarəsindən Dinas TV-yə bildirilib ki, vətəndaşların haqlı şikayətinin aradan qaldırılması istiqamətində addımlar atılacaq. Məlumat üçün bildirirəm ki, Alpoud kəndində içməli su şəbəkəsi yoxdur. Uzunluğu 25 km olan Alpoud kənd suvarma arxının başlanğıcını
Türəmsay çayından götürən yeraltı su paylayıcısından qidalanır. Kəndin su istifadəçiləri məişət, kommunal və sorma suyu, Alpod kənd suvarma su arxından istifadə edirlər. Türəmsay çayından tez-tez selin gəlməsi ilə əlaqədar suyun verilməsində fasilələr yaranır. Havaların isti keçməsi və suda olan fasilələr olması səbəbindən kəndin sonunda suyun verilməsində çətinlik yaranır. Çətinliklərə baxmayaraq, yaxın günlərdə kəndin sonuna suyun verilməsinə köməklik göstərəcək. Ataların yaxşı bir sözü var. Su gələn arxa bir də gələr. Ümid edək ki, bu dəfə gələn su sel olub söz verib işinin məsuliyyətini dərk etməyənləri yuyub aparmaz. Nizami Rəsulov, Aqil Əsədov, Əlibal Əsgərov, xüsusi olaraq Dinas TV üçün.